biz əgər Bakıdakı belə bir faciəvi vəziyyəti fundamental şəkildə səbəblərini araşdırmaq istəsək, bu çox dərinə gedir, keçmişə gedir bunun səbəbləri. Burada müxtəlif obyektiv və subyektiv səbəblər var. Deməli, obyektiv səbəb odur ki, Bakı-Abşeron zonasının torpaq qatı əsasən gil-qum qatıdır. Yəni, bu suyu hopdurmur, keçirmir, yağan yağışlar, axan sular daha çox üzdə qalır, torpağın üzərində qalır. Bu məsələ, relyef məsələsinin burada təsiri var. Axıntılar bizdə dağlıq relyef olduğuna görə bəzi çökəkliklərə sürətlə su yığılır ətraf ərazilərdən. Gəlir su bir yerə çox toplanır, hətta o drenaj kanallar filanlar da çatdırmır. Bunlar obyektiv səbəblərdir. Amma ən əsas səbəb subyektiv səbəbdir. Bu da onunla bağlıdır ki, Bakı şəhərinin idarə edilməsi, şəhərin tikilməsi, infrastrukturunun qurulması, sistemli şəkildə kommunal sistemlərin yaradılması, fövqəladə vəziyyətlərə hazırlıqların olunması, bunlar subyektiv səbəblərdir. Bu şəhər təsərrüfatına rəhbərlik edən orqanların və şəxslərin boynundadır bu məsuliyyət. Bakı nə vaxt bu vəziyyətə gəlib çıxdı? Məlum olduğu kimi, Sovet dövründə Bakı sistemli şəhərsalma planı üzrə sistemli inkişaf eləyirdi və əhali sayı da burada 1 milyon yarım civarındaydı. Amma 90-cı illərdə Sovet dağılandan sonra qaçqın köçkün axını oldu birinci mərhələdə, 100 minlərlə insan Bakıya üz tutdu. Sonraki dövrdə bizim regionlarımızda sosial-iqtisadi vəziyyət ağırlaşdı, insanlar regionlardan Bakıya axışmağa başladı. Bu proses 20-30 il davam elədi və nəticədə Bakıda gəlib Bakı və Bakı şəhər ətrafında 5 milyona yaxın insan cəmləşib. Bu, ölkə əhalisinin təxminən yarısı deməkdir. Yəni, şəhər maksimal dərəcədə yüklənib, normadan 2-3 dəfə artıq. Burada nəqliyyatın da fəaliyyəti normadan artıqdır, insanların sayı da normadan artıqdır. Bundan əlavə son 20-30 ildə sıx-sıx tikilmiş binalar, həddən artıq xaotikcəsinə tikilmiş, heç bir şəhərsalma planına, heç bir kommunal infrastruktur sisteminə baxmadan yalnız binaları tikib satmaq məqsədi ilə çox sayda şəhərdə binalar tikilib yüklənib və bunların hamısı birlikdə kommunal sistemlərə təzyiqi artırır. İstər su sistemi olsun, istər qaz, istər elektrik yüksək gərginliklərdə işləyir və buna paralel olaraq drenaj sistemlər, deməli, su xəttləri, kanalizasiya xəttləri tənzimlənməyib, rekonstruksiya olunmayıb, genişləndirilməyib, bir çox 50-60 il, 70 il qabaqdır. Halbuki dövlətimiz su təsərrüfatına çox böyük vəsaitlər ayırır. Azərbaycanda ən çox maliyyə alan dövlətdən və digər kredit təşkilatlarından keçmiş Azərsudur, indiki uzun adı olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı İdarəsi. Yəni, bunlar milyardlarla vəsait ayrılıb, amma bu sistemi qura bilməyiblər. Baxmayaraq ki, bu çox asandır. Niyə görə asandır? Bakının relyefi elədir ki, şəhər dəniz kənarında yerləşib və dənizdən amfiteatr şəklində şəhər yuxarı qalxır. Bu o deməkdir ki, normal yeraltı boru kəmərləri vasitəsilə su öz koduna, öz axını ilə rahat şəkildə dənizə yönəldilə bilər. Yəni, bu sadəcə hesablanmalıdır. Hansı ərazidə nə qədər insan var, nə qədər kanalizasiya tullantıları var, yağış hara cəmləşir, yuxarıdan aşağı axınlar hara gedəcək. Orada kanalizasiya sistemləri genişləndirilməlidir, birləşdirilməlidir və yaxud ayrılmalıdır. Bu, elmi şəkildə yanaşılmalıdır. Çox təəssüf ki, Bakı şəhəri bugün xaotik şəkildə tikilib, sürətlə məskunlaşıb, həddən artıq sıxlaşdırılıb və kommunal sistemlər əhalinin sayına adekvat deyil. Şəhərsalma çox yüksək bir elmdir. Bugün şəhərlər elmi sistemlə salınmalıdır. Yəni, hər şey strateji hesablanmalıdır ki, bu ərazidə yaşayış massivləri salınır, buradan hansı kanalizasiya sistemləri keçir, su xəttləri keçir, onun ötürücülüyü nə qədərdir, nə qədər əhaliyə, nə qədər boru diametri lazımdır ki, onun ötürücülük qabiliyyəti olsun. Bunlar hamısı hesablanmalıdır. Ondan sonra sistemli şəkildə məhəllələr, filanlar, küçələr salınmalıdır. Bizdə isə son dövrlərdə bunların heç biri nəzərə alınmadan sadəcə bina tikməklə məşğul olublar. Bu binalarda da hərəsində yüzlərlə, minlərlə ailə yaşayır. Təsəvvür edin ki, qəfildən eyni ərazidə məsələn 2000 ailə peyda olur. Amma həmin ərazinin 30 il, 50 il əvvəl çəkilmiş borunun diametri tutaq ki, nəzərdə tutulub 5000 adama, indi isə burada 15000 adam var. Bunun su istehlakı filanı, bəs mekanik kanalizasiya axıntıları bu təbii ki, çatdırmayacaq, daşacaq. Bu su məsələsi. Ondan sonra drenaj sistemləri hesablanmalıdır ki, burada nə qədər əhali yaşayır, bu su kütləsi nə qədər olacaq, hara yönəldilməlidir. Bundan əlavə bir məsələ də var. Bu da zibil məsələsidir. Deməli, bir çox zibillər, polietilen paketlər filan gedir, deməli, o drenaj sistemlərinin gözünü tutur. Küçələrin kənarında qoyulmuş o su ötürücü, buraxıcı şeylər var, yarıqlı dəmirlər var, görürsünüz. Onların bəzən üzərini və yaxud iç tərəfdən
o zibil tullantıları onu tutur və küçədə olan suyu axıda bilmir yeraltı kanalizasiya sisteminə. Bunun da təsiri var. Bax bunlar hamısı nəzarətdə saxlanmalıdır. O əraziyə məsul olan orqan davamlı şəkildə yeraltı və yerüstü sistemləri yoxlamalıdır. Onun təmizliyinə, tutulmadığına əmin olmalıdır ki, fövqəladə vəziyyətə hazır olsun. Mən sizə deyim ki, Bakıda təbii fəlakət zad baş vermir. Bakı ağla gəlməz dərəcədə ideal bir ərazidə yerləşib. Bizdə dünyada baş verən təbii fəlakətlərin heç biri baş vermir. İldə bir dəfə burada qar yağır bir gün. İldə 500 dəfə də yağış yağır bir neçə saat. Vəssalam. Bu təbii fəlakət zad deyil. Sadəcə sistemlər hazır deyil, şəhərin infrastrukturu həddən artıq yüklənib, düzgün planlaşdırma olunmayıb. Həmin o su axıntılarının necə dediyim kimi yuxarı ərazilərdə relyef belədir də, yasamalıdır. Adamlar hamısı dəniz səviyyəsindən yuxarıdadır. Bu öz axını ilə dənizə gələ bilər. Sadəcə orada boru çəkmək lazımdır. 20 yerdən tutaq ki, dənizə yeraltı boru xətti çəkilsə, yuxarı ərazilərdə toplanan sular axıb gələcək. Sadəcə bu boruların diametr məsələsi var, tutumu var, axıcılıq qabiliyyəti var. Bunların hamısı hesablanmalıdır. Binalar tikilərkən indi son keçən il deyəsən standart qəbul olundu. Axır ki, daha Bakı tikilib qutarandan sonra bir standart qəbul olundu ki, bəs binalar tikiləndə onun ərazinin 1/3-də tikilə bilər, digər hissədə yaşıllıq və s. əlavə boş yerlər qalmalıdır. Bunu çoxdan eləmək lazım idi. Artıq şəhər tikilib bu qutarıb. Bundan əlavə məsələn Bakı artıq şəhərlikdən çıxıb olub bir aglomerasiya çevrilir, amma bu təbii normal aglomerasiya deyil. Bax məsələn biz baxırıq Tokyo kimi 35 milyonluq aglomerasiya var. Ucu bucağı yoxdur. Bir günə gedib çıxmaq olmur. Axırına o boyda şəhərdə elə sistem qruplar ki, nə nəqliyyatın axında, nə digərlərində problem yaranmır. Moskva və Moskva ətrafı 25 milyon insanın yaşadığı bir aglomerasiyadır. Nəhəng bir şəhərdir. Orada belə problemlər yaranmır. Çünki hər şey hesablanıb. Yaşayış massivlərinin yerləşməsi, onun ötürücülük qabiliyyəti, kommunal sistemlər, hardan gələcək, hara veriləcək, su təchizatı necə olacaq, qaz təchizatı, hamısı elmi institutlar, layihələndirmə institutları bunu işləyir. Sovet dövründə bizdə belə idi. Sonradan bu sistem dağıdıldı. İndi inanın ki, aidiyyatı qurumlar heç yeraltı xəritələr də düzəlməli bilmirlər ki, Bakının altında hardan neçə xətt gedir, harda birləşir, neçə kilometrdir, nə qədərdir, diametrinə boydadır, bunu hardan hara gəlir. Bunları heç düzəlməli xəritəsini də bilmirlər. Elə gəlib kanalizasiyanın qapağını açıb ora zorla nəsə tıxamaqla, güya yol açmaqla olmur. Bu elmi şəkildə əsaslandırılmalıdır. Ona görə Bakı şəhərinin indi baş planı təsdiq olunub. 3 dəfə Sovet dövründə baş plan hazırlanıb, ona uyğun şəhər böyüyü inkişaf edib. İndi isə 30 ildir bu söhbət gedirdi, baş plan hələ də işləyib qutaramırdılar. Axırı bu yaxınlarda baş plan təsdiq olundu. Amma o baş plana görə 100 milyarda yaxın bura pul yönəldiləcək. Təsəvvür edin nə qədər nəhəng bir məbləğ və 2040-cı ilə qədər böyük əziyyət və enerji sərf olunacaq ki, Bakı şəhəri biraz abra düşsün. Halbuki biz o 100 milyardı regionlara yönəldərik. Digər şəhərləri, rayonları, kəndləri inkişaf elətdirərik. Bakının əhalisini 2 dəfə azaltmasaq burada problemi həll eləmək olmayacaq.